Hə uşaqlar, bu günlərin biz sizlə Ağqoyunlu, yəni Bayandurlu dövləti haqqında danışacağıq. Deyirik ki, bu nə idi? Oğuz Türkmen boylarından idi. Azərbaycan ərazisində, Qarabağda, Naxçıvanda, Göyçə göl ətrafında yaşayırlar. Eyni zamanda Azərbaycanın cənub torpaqlarında yaşayırlar əvvəllər. Sonradan Monqolların yürüşü nəticəsində bunlar nə etdi? Qərbə doğru köç elədi. Bir hissəsi getdi Dəzə, Fərəd çayının şimalına, yəni bax bu ərazilərə. Bir hissəsi də getdi Şərqi Anadolu ərazisi. Yəni bax bu ərazilərdə gəlib bunlar məskunlaşdılar. Yazmışıq ki, Pəhləvan bəy Bayandur. Görək nə iş görübdür? Tayfa ittifaqını yaradıb. Bəli, deyirik Van gölünün qərbində Tayfa ittifaqını yaratdı. Yəni Ağqoyunlu Tayfa ittifaqı. Qara Osman bəy Bayandur. Yəni Qara yolu Osman bəy də deyirik buna. Bu nə işləri görür? Deyirik ki, bu artıq 14-cü əsrin sonunda həm feodal hakimliyini, həm də bəyliyi yaratdı. Məsələn, Qaraqoyunlarda biz fərqli idi. Dedik ki, kim yaratmışdı? Qaraqoyunlarda bəyliyi kim yaratmışdı? Bayram Xoca. Bəs yaxşı, feodal hakimliyini kim yaratmışdı? Qara Məhəmməd. Amma elə bir bunlarda Qara yolu Osman bəy onların gördüyü iki işi birdən görmüşdü. Həm bəylik yaratmışdı, həm feodal hakimliyi yaratmışdı. Eyni zamanda mərkəzi hara idi? Diyarbəkir. Bax burada işarə elədik. Diyarbəkir həmin bax bu bəyliyin mərkəzi idi. Hətta deyirik nə etmişdi bu? Yəni belə sıradan bir köçəri tayfa deyildi. Artıq bunların pul kəsdirirdilər öz adlarına. Nüfuzları var idi. Bu da nəyə gətirib çıxardır? Osmanlıların və Qaraqoyunların bunlara qarşı mübarizəsinə. Deyirik ki, Qaraqoyunlarla Osmanlılar nə oldu? Bu Ağqoyunlara qarşı birləşmişlər. Bəs Ağqoyunlar cavab olaraq nə edirlər? Gedirlər Teymurilərlə birləşirlər. Bax qeyd eləmişik. Deməli, Osmanlı Qaraqoyunlu ittifaqı olduğu kimi Ağqoyunlar da Teymurilərlə ittifaq yaratmışdılar. Bura kimi məsələ aydın oldu. Hətta nə baş verdi? Biz dedik, Ankara fəlakəti oldu 1402-ci ildə. Əmir Teymur ki, gəlib gedir orada Osmanlıları məğlubiyyət uğradır. O Qaraqoyunlar, Cərayirlər qaçıb gedirlər Misirə. Bax, həmin vaxt artıq Ağqoyunların ərazisi genişləndi. Çünki müttəfiqlər axı Teymurlərdir. Teymurlər də qələbə çalmışdı. İndi biz bura yazmışıq ki, Həsən bəy və Cahangir Mirzə. Bunlar kim idi? Həsən bəy biz tanıdığımız Uzun Həsən dediyimiz Həsən bəydir. Cahangir Mirzə də onun qardaşdır. Bunların arasında feodal hakimliyi uğrunda mübarizə gedirdi ki, 1453-cü ildə 1453. Bəli, artıq 1453-cü ildə Həsən bəy qələbə çalır həmin qardaşı Cahangir Mirzənin üzərində və deyir Ağqoyunlu feodal hakiminin başçısı oldu 1453-cü ildən. Düz 1468-ci ilə qədər. 1468-ə 78-ə qədər də olacaq Həsən padşah, yəni dövlətin hökmdarı olacaq. Yaxşı, yazmışıq ki, Trabzonun əhəmiyyəti. Ümumiyyətcə Trabzon bax burada yerləşir də. Qaradənizin cənubuna bax bu ərazi işarələdik. Qolap silək daha yaxşı düşsün. Bəli, deyirik ki, Trabzon bax burada yerləşir. Yazmışıq ki, Trabzonun əhəmiyyəti. Gəlin görək Trabzonun Ağqoyunlar üçün əhəmiyyəti nə idi? Ümumiyyətcə Ağqoyunlar istəyirdilər ki, vahid qüdrətli Azərbaycan dövləti yaratsınlar. Ona görə də Trabzon krallığı ilə yaxınlıq yaradır, ittifaq yaradır. Hətta Trabzon kralının qızı ilə evlənir. Amma həmin vaxtı Osmanlıların yüksəliş dövrü idi. 2-ci Mehmet idi hakimiyyətdə. Nədir? 1453-cü ildə getdi Konstantinopolu ələ keçirdi və həmin Konstantinopolu İstanbul adlandırdı. Oradan axı dedi ki, tarixi ticarət yolu keçirdi, ipək yolu keçirdi. Həmin gömrük rüsumlarını dəfələrlə artırdı. Ondan sonra yeganə yol haraydı? Trabzon. Artıq tacirlər başlayıb Trabzondan gəlib keçirdilər Ağqoyunların ərazisinə və yaxud da buradan Hindistana, Çinə. Ona görə də artıq başladı 2-ci Mehmet neynəməyə? Trabzona qarşı münasibəti kəskinləşməyə. Niyə görə Trabzon üzərinə yürüş eləməyə istəyirdi 2-ci Mehmet? Həm istəyirdi ki, bütün o Avropa ilə Asiyanı birləşdirən ticarət yolları tamamilə bunun əlində olsun. Yəni Şərq-Qərb ticarəti. Eyni zamanda Kiçik Asiyada olan bütün o xristian mülklərini neynəmək istəyir? Ləğv eləmək istəyir. Amma bu artıq Uzun Həsənin xoşuna gəlmirdi. Uzun Həsən də burada yerləşirdi. Hələ ki, bu ərazidə idi. Feodal hakimliyi idi. Yəni bəylik idi. Bəli, 1461-ci ildə Qoyluhisar döyüşü baş verdi. Bax, bu Qoyluhisar döyüşü Osmanlılarla, yəni Osmanlı dövləti ilə Ağqoyunlu feodal hakimliyi arasında olub. Ağqoyunlu bəyliyi arasında olub. Yəni, həmin vaxt hələ ki, dövlət yox idi. Həmin döyüşdə, bəli, Qoyluhisar döyüşünə deyirik ki, Uzun Həsən qələbə çalır. Lakin qorxuya düşür, çünki Uzun Həsən o qədər balaca bir ərazinə əhatə edirdi, ordusunun sayı az idi. O dövrün də ən güclü sərkərd hökmdarlarından biri 2-ci Mehmet idi. Onun qarşısına durmaq çətin idi. Ona görə neyinədir? Anası Saray xatunu və yaxud da Sara xatunu görüşə göndərir. Sara xatunu 2-ci Mehmetlə. Deyir, ay ana, get nə denən 2-ci Mehmetə? Denən ki, bizlə müharibə etməsin, eyni zamanda Trabzonu fəth etməsin.
Bəli, Sara xatun gedir 2-ci Mehmetlə görüşür. 2-ci Mehmetlə Ağqoyunlular üzərində hücum məsələsini həll eləyir. Yəni sülh bağlayır, amma Trabzonu fəth etmək fikrindən daşındıra bilmir. Nəticədə 1461-ci ildə Trabzon Osmanlılar tərəfindən fəth edilir. Bəli, həm də hətta orada belə bir məsələ də var ki, Sara xatun deyir ki, bəs Trabzon kralının qızı mənim oğlumdadır da, o ələ keçirilmiş xəzinənin bir hissəsi də bizə çatmalıdır. Xəzinənin bir hissəsini də ələ keçirir. Amma buna baxmayaraq Trabzonun fəth olunması Ağqoyunlu feodal hakimliyi üçün ağır nəticələr. Yəni öz müttəfiqini itirir. Eyni zamanda Ağqoyunlu tacirlərinin Qara dənizə birbaşa çıxışını itirir. Bundan başqa deyirik ki, ticarət əlaqələrinə ağır zərbələr vurulur. Bura kimi məsələ aydındır bizə. Yazmışıq ki, 1468 dövlətin yaranması. Bəli, nə baş verdi? 1467-ci ildə Həsən bəy getdi, məğlubiyyətə uğratdı. Yəni Qaraqoyunlular Muş döyüşünə məğlubiyyətə uğradır. 1468-ci ildə də Həsən Əlini taxtdan saldı. Təbrizdə Ağqoyunlu dövlətini yaratdı. Yaxşı, dövləti yaradandan sonra dövləti möhkəmləndirmək üçün hansı tədbirlərdir? Deyirik, ilk növbədə nizami ordu yaratdı. Deməli, Uzun Həsən nizami ordu yaradır və eyni zamanda odlu silah əldə etməyə təşəbbüs göstərir. Ələ keçirə bilirmi odlu silah? Xeyr. Sadəcə olaraq təşəbbüs göstərdi və neynədir? Yarımköçmə tayfaları, eyni zamanda feodal əyanları mərkəzi hakimiyyətə tabe etmək üçün mübarizələr apardı. Bura qədər də mənə elə gəlir ki, məsələ aydındır. Yazmışıq ki, Teymuri dövləti ilə müharibə və yaxud da münasibət. Çünki dövlət yarananda Əbu Səid söhbət çatır ki, Muş döyüşündə Uzun Həsən az bir orduyla 2000-lik orduyla o boyda Cahanşahı məğlubiyyətə uğradır. O da Cahanşahın öz zəifliyi idi. Çünki qış dövrünə düşür, orduya deyir ki, dağılın, müharibəyə gedəndə toplaşarsınız. Az bir qüvvə ilə Muşda istirahət edən zaman onu elə bir savunmasız yaxalayır da Həsən bəy. Bu da deyir ki, Ağqoyunlular nə olacaq? Gedək onları yerindəcə həll eləyək məsələni. 1468-69-cu illərdə Əbu Səid gəlir. Əbu Səidə qarşı Həsən Padşah kimlə birləşdi? Ərdəbil hakimliyinə, Səfəvilərin Ərdəbil hakimliyi ilə birləşir. Bəli, Muğanda, yəni bax bu Kün Arazın qovuşduğu ərazidə bunları mühasirəyə alıb məğlubiyyətə uğradırlar. Yaxşı, yazmışıq 1472-ci il Venetsiya Ağqoyunlu münasibətləri. Bəli, Ağqoyunlular neynədir? 1472-ci ildə Venetsiya ilə Osmanlılar əleyhinə ittifaqa girdilər. Məqsədi nə idi Ağqoyunluların? Odlu silah əldə etmək. Çünki Osmanlıda var idi, bunlarda yox idi. Odlu silah əldə etməkdən ötürü Venetsiya ilə ittifaqa girir və deyir ki, Venetsiya deyir, mən sənə odlu silah da göndərəcəm, eyni zamanda mütəxəssislər də göndərəcəm. Buna inanan Həsən Padşah 20 minlik ordu ilə çıxır Aralıq dənizi sahillərinə, Qaraman bəyliyi ərazisindən. Amma nə oldu? Yazırıq Həsən Padşah aldadıldı. Bəli, Həsən Padşahı aldadır bu. Yəni dediyin əməl eləmir də, göndərmirlər. Hətta başlayır ikiyüzlülük eləməyə, ikili standart yürüdür. 2-ci Mehmetə deyir ki, gəl sülh bağlayaq, bax görsən, Ağqoyunlular gəlib sənin ərazindən keçib məndən silah istəyirlər, mən vermirəm. Yəni özünü yaxşı göstərməyə çalışır. 1472-ci ildə məşhur Beyşəhər döyüşü baş verdi. Bəli, deyir ki, Beyşəhər döyüşündə nə baş verdi? Artıq bu 1461-ci ildə bağlanmış sülh var idi. Bax, həmin sülh pozuldu. Düzdür ki, bu Osmanlı qoşunu Ağqoyunluları məğlubiyyətə uğradır Beyşəhər döyüşündə və eyni zamanda həmin sülh pozuldu. Ondan sonra məşhur 1473-cü ildə Malatya və Otluqbeli döyüşləri baş verdi. Hamısı eyni ildə olub. Bu Malatya ilə Otluqbeli aralarında 10 gün fərq olur. Bəli, deyirik Malatya döyüşündə Ağqoyunlular qalib gəldi. 2-ci Mehmetin 12 minlik zərbə qüvvəsi məğlubiyyətə uğradır. Lakin Otluqbeli döyüşündə bəli Osmanlılar qələbə qazanır. Düzdür ki, Osmanlılar qələbə qazansa da hər iki dövlət üçün ağır nəticələrdir bu. Çünki Ağqoyunlular da çox litki verdilər bu döyüşlərdə. Eyni zamanda Osmanlılar da. Ona görə 2-ci Mehmet bu uğurun davamını gətirmir, geri çəkilir və Avropaya yönəldir öz fəthlərini, yəni mübarizəsini Avropaya yönəldir. Yəni ümumi olaraq 2-ci Mehmet bu döyüşlərdə, Malatya və Otluqbeli döyüşlərində qələbə çalmayıb, heç bir ərazini ələ keçirməyibdir. Bura qədər də məsələ aydın olur. Bəli, deyirik ki, bu zəiflətdi də Ağqoyunluları. Nə baş verdi? Uğurlu Məhəmməd var idi. Uzun Həsənin oğlu idi. O qiyam qaldırır. Onun düzdür, Uzun Həsən onun qiyamını yatırır, gedir 2-ci Mehmetin qızı ilə ailə qurur. Sonradan da biz Gödə Əhmədin adını eşidəcəyik. Həmin Gödə Əhməd də uğurlu Məhəmmədin oğlu idi. Yazmışıq Ağqoyunlu Səfəvi münasibətləri. Bəli, əvvəllər biz bunu şeydə demişdik, hətta Ərdəbil hakimliyində də deyəcəyik ki,
nə idi? Bu Şeyx Cüneydə vermişdi də Xəccəbikəni. O vaxtı Cahanşah Şeyx Cüneydə deyir ki, şeyləginə 1447-ci ildə Ərdəbili tərk edir. O da tərk edir Misir, Mesopotamiya gəzir, öz tərəfdarlarının sayını artırır və Diyarbəkirdə gəlir, Uzun Həsənin bacısı ilə ailə həyatı qurur və sonradan deyir ki, hətta nə olur? Aləmşah bəyimi verir Şeyx Heydərə. Həmin o Şeyx Cüneydin oğlu ilə evləndirdi. Hətta bu Şeyx Heydəri 1470-ci ildə Səfəvi taxtına otuzdurmuşdu. Yazmışıq Həsən Padşah, Qızıl Ordu və Moskva knyazlığı ilə münasibətlər. Bəli, deyirik 1475-ci ildə nə baş verdi? Moskva knyazı 3-cü İvan həmin Ağqoyunlu sarayına elçilər göndərir. Bunun nə məqsədi var idi? Nə idi məqsədi? Həm istəyirdi ticarət əlaqələrini genişləndirsin, həm də Qızıl Orduya qarşı birgə mübarizə aparsın. Lakin uğursuzluqla nəticələnir bu Moskva knyazı 3-cü İvanın göndərdiyi elçi heyəti. Niyə uğursuzluqla nəticələnir? Çünki bunlardan əvvəl Qızıl Ordu hədiyyələrlə gəlmişdi və Həsən Padşahdan təminat almışdı ki, bizim cənub sərhədlərimiz pozulmayacaq. Ona görə də 3-cü İvanın göndərdiyi elçi uğursuzluqla nəticələndi. Həsən Padşah hakimiyyətinin sonlarına yaxın Gürcüstana hücum elədi. Nə vaxt? 1477-ci ildə. Bəli, nəticəsi nə olur? Deyir ki, Şərqi Gürcüstanı tamamilə ələ keçirdi. Həmin vaxtı 6-cı Baqrat idi hakimiyyət. 1477-də sülh bağlayır. Tiflisdə daxil olmaqla bütün Şərqi Gürcüstanı Ağqoyunlu dövlətinə birləşdirir. Yaxşı, yazmışıq ki, Yaqub Padşah 1478-1490-cı illərdə hakimiyyət olur. Yaqub Padşahın dövrü durğunluq dövrü adlandırılır. Çünki nə idi? Həmin vaxtda əsasən nisbi sabitlik hökm sürürdü. Hətta dedik ki, atasından fərqli olaraq Osmanlılara münasibəti bərpa eləmişdi. 2-ci Bayazidlə dostluq münasibətləri yaratmışdı. Hətta Şirvanşahlarla qohumluq münasibəti yaratmışdı. Bəs yaxşı, Səfəvilərlə münasibəti necə idi? Səfəvilərlə münasibəti pis idi. Çünki artıq görür ki, get-gedə Səfəvilər nüfuzu artır. 1488-ci ildə məşhur Şahdağ döyüşü baş verdi. Həmin Şahdağ döyüşündə Fərrux Yasara yaxından kömək eləmişdi. Hətta nə oldu? Deyir ki, getdi Ərdəbil hakimliyinin bütün mülklərini müsadirə elədi. Şeyx Heydərin az yaşlı oğlanları da eyni zamanda həyat yoldaşı Aləmşah bəyimdir. Bunlar da istək qarasında zindana saldırmışdı. Artıq bu da Həsən Yaqub Padşah öləndən sonra hakimiyyət uğrunda mübarizə başlayır. Yəni həmin bundan sonraki dövr hakimiyyət uğrunda mübarizə dövrüdür. Baysunqur Mirzə gəlir hakimiyyətə 1490-92-ci illərdə. Az yaşlı idi bu Baysunqur. Deyir bu hakimiyyətə gələndən sonra Rüstəm Mirzə nə edir? Rüstəm Mirzə gedir Sultan Əlini həbsdən azad edir. 1492-ci ildə. Məqsəd nə idi? Baysunqura qarşı mübarizə aparmaq idi. Bəli, azad edir, onun köməyindən istifadə edir, götürür Baysunquru məğlubiyyətə uğradır, özü çıxır taxta. Bərdə döyüşündə 1492-ci ildə Rüstəm Mirzə oldu nə? Rüstəm Padşah. Amma sonradan görür ki, yox. Bunların elə bir ki, nətər deyərlər, nüfuzu yenidən artır. 1494-cü ildə məşhur Şəməsi döyüşü baş verdi. Həmin Şəməsi döyüşündə bəli deyir ki, Sultan Əlini məğlubiyyətə uğratdı. Və bu Rüstəm Padşahın dövrü çoxlu soyurqal paylamaqla keçir. Bu da uğursuzluğa gətirib çıxar. Çünki soyurqal nə idi? Deyir, soyurub qalır. Yəni bu vergi toxunulmazlığı hüququ da verildi, bir növ mülkə bənzəyirdi. Xidmət müqabilində verilirdi, amma mülkə bənzəyirdi. Yəni nəsildən nəslə keçən bir torpaq idi həmin soyurqal. Soyurqal getdi artıq nəyə çıxartdı? Bunların zəiflənməsinə gətirib çıxardır. Yazmışıq Naxçıvan döyüşü, Gödək Əhməd. Bəli, artıq Naxçıvan döyüşündə Uğurlu Məhəmməd dediyi 1474-cü ildə qiyam qaldırdı. Qaçdı getdi 2-ci Mehmetin qızı ilə evləndi. Onların da övladlarından biri Gödək Əhməd idi. Gödək Əhməd gəlir. Bəli, neynədir? Naxçıvan döyüşü baş verdi 1496-cı ildə. Həmin vaxt Rüstəm Padşahı məğlubiyyətə uğradır. 1497-ci ildə Təbrizdə taxta çıxdı. Tarixdə Gödək Əhməd kimi tanınır. Əsasən də Osmanlı nümunəsində yaratmaq istəyirdi dövləti. İslahatlar keçirdi. Məqsəd nə idi? Ara müharibələrə son qoymaq idi, əhalinin vəziyyətini yaxşılaşdırmaq, iqtisadiyyatı, dövləti möhkəmləndirmək istəyirdi. Nə iş görür? Deyir ki, şəriətdə olmayan 20-dən çox vergini ləğv elədi. Eyni zamanda soyurqal mülklərini məhdudlaşdırmağa çalışırdı. Həmin bax bu Gödək Əhməd. Amma bu nə idi? Hərbi köçəri feodalların, əyanların xoşlarına gəlmirdi. Ona görə 1497-ci ildə hakimiyyətə çıxan ildə qiyam qaldırıb onu taxtdan saldılar.
Ondan sonra artıq 2 nəfər vardı meydanda. Murad Mirzə ilə Əlvət Mirzə var idi ki, 1497-dən 1500-cü ilə kimi bunlar arasında mübarizə getdi. İki əmioğlu arasında. Və nəhayətində 1500-cü ildə Əbhər sazişi imzalanır ki, rəsmi olaraq bunlar dövləti iki hissəyə bölürlər. Yəni parçalanması rəsmiləşdirilir. Fars İranıdır, Kirmandır, Əcəm İraqıdır. Bunlar daha doğrusu Murad Mirzənin əlində qalır. Qızıluzan çayından bu şimaldakı ərazilər Azərbaycandır, Şərqi Anadoluda Əlvət Mirzəyə çatır. Yəni bu rəsmi olaraq parçalanır 1500-cü ildə. Ondan sonra da heç çox çəkmir. 1501-də Şərur döyüşündə Əlvət Mirzə məğlubiyyətə uğradılır Şeyx İsmayıl tərəfindən. 1503-cü ildə Almabulağı döyüşündə də Şah İsmayıl tərəfindən Murad Mirzə məğlubiyyətə uğradılır və bununla da Ağqoyunlu dövlət tamamilə süquta uğradılır. Aha, indi keçək biraz da bunun ali idarə etmə sistemindən danışaq. Ümumiyyətcə Ağqoyunlularla Qaraqoyunlularda ali idarə etmə sistemi demək olar ki, eyni idi. Nə idi? Deyirik, birinci yerdə gəlirdi kim? Padşah. Padşah gəlirdi birinci yerdə. Yəni qeyri məhdud hakimiyyətə malik idi. Bütün hakimiyyət bunun əlində idi. Elə bir ki də monarx idi də, bütün hakimiyyət bunun əlində. İkinci şəxs isə Əmrəl-Ümarə adlandırılırdı. Əmrəl-Ümarəni biz əsasən ordunun baş komandanı kimi bilməliyik. Yəni padşahdan sonra ikinci şəxs idi, ordunun baş komandanı idi. Bir növ əmirlərin əmiri idi də. Yəni bunun verdiyi bütün fərmanlar əmirlər üçün, hərbi məmurlar üçün qanun hesab olunurdu. Birbaşa da hökmdar tərəfindən təyin olunurdu həmin bu Əmrəl-Ümarə. Eyni zamanda 3-cü yerdə Sədrəcəm gəlirdi ki, bu da əsasən müsəlmanların başçısı idi, yəni ruhani idi. Nəyə işə baxırdı? Vəqif əmlakına baxırdı, dini idarələrə nəzarət edirdi, vəqif əmlakından gələn gəlirləri nizamlayırdı. Bu da Əmrəl-Ümarədən sonra artıq 3-cü şəxs idi. 4-cü yerdə gəlirdi nə? Baş vəzir. Baş vəzir də heç nə, sahibi divan adlandırılırdı. Deyirik ki, əsasən daxili inzibati və xarici işlərə baxırdı. Bunun işi bu da bir növ mali işlərinə baxırdı. Baş vəzir. Bundan başqa məşvərətçi orqan var idi. Ali divan. Və bu iki dənə daha. Biri var Kənqaş. Kənqaş qapalı məşvərət orqanı idi. Əsasən müharibə, sülh, taxtaş varislik məsələsinə baxırdı Kənqaş. Ali divanda heç nə, o da elə bir şey əyanlardan təşkil olunurdu. Hökmdarın yanında fəaliyyət göstərən məşvərətçi orqanı. Yəni qanunverici orqan yoxdur da axıya qədər bizim ərazilərdə. Qanun verən hökmdardır. Bunlar sadəcə olaraq məşvərətçi orqanı idi. Ali divanda Kənqaşda biri hökmdarın yanında fəaliyyət göstərirdi, bir də qapalı məşvərət orqanı idi. Əsasən deyirik ki, sülalə üzvlərindən, əmirlərdən təşkil olunurdu. Yaxşı, bəs təvasi nə işə baxırdı? Heç nə, təvasi qoşun yığmaq işinə baxırdı. Onun işi qoşun yığmaq idi. Sonra yazmışıq elat, xassə. Bunlar nədir? Deyirik ordu. Ordu əsasən iki hissədən ibarət idi. Biri elatlardan toplanan orduydu. Bunlar deyirik ancaq hərbi əməliyyatlar zamanı yığılırdı və hərbi əməliyyatlar zamanı maaş alırdılar. Amma ordunun əsasını, özəyini təşkil edən xassə əsgərlərdir. Düzdür ki, xassə əsgərləri az idi. Amma bunlar daimi qoşun idilər də, illik maaş alırdı bu həmin xassə əsgərləri. Sonra torpaq, mülkiyyət formalarından danışaq. Bəli, əsasən burada bizə torpaq mülkiyyət formaları o həmin dövrdə nə idi? Yenə də dövlət torpağı idi, xassə idi, eyni zamanda mülk idi, vəqf idi, cəmaət idi və əlavə olaraq da soyurqal torpaq mülkiyyət forması yarandı bu dövrdə. Monqolca mənası nə deməkdir? Bəxşiş deməkdir. Yəni bir növ həmin o soyurqalı ələ keçirən adam nə vergi ödəmirdi? Tamamilə də yəni vergidən azad, mülkü xatırladırdı. Yəni verdin həmişəlik sənin olurdu. Yəni deyirik ki, bu artıq xidmət müqabilində verdi. İqtayına oxşar xüsusiyyəti nə idi? Xidmət müqabilində verməsi. Bəs yaxşı soyurqal iqtadan fərqli xüsusiyyəti nə idi? Vergilərdən tamamilə azad olurdu da, vergi toxunulmazlığı hüququna malik idi. Bu da dövləti zəiflətmə işinə baxırdı. Bir növ dövləti zəiflədirdi. Vergilər. Vergilər hansı vergilərdir? Bəli, mal cəhət var ki, deyirik ki, məhsul vergisi idi və yeni vergilər yarandı. Məsələn, bəhrə. Bəhrə nə idi? Sudan istifadəyə görə alınan vergi idi. Çoban bəyi var idi. Elatlardan alınırdı, otlaqlardan istifadəyə görə. Cizyə bizə məlum vergidir. Bunun adını çox eşitmişik. Can vergisi də xristian əhalidən alınırdı. Bir də tamğa bac var ki, bu da Monqolların dövründə yaranmışdı. Sənətkar və tacirlərdən alınırdı. Düzdür ki, Həsən Padşah bunun qarşısını almağa çalışsa da tam şəkildə ala bilməmişdi. Yəni tamğanı ləğv eləmək istəyirdi, amma ləğv eləyə bilmədi. Kim ləğv elədi onu?
Birinci Təhmasibdə Səfəvi şahı birinci Təhmasib tamğa vergisini ləğv edir. Sonra var bu da qanunnamə. Bəli, deyir Azərbaycan tarixində bir neçə şəxs hökmdar qanunnamə verib. Məsələn, Mərzbay bin Məhəmməd, Salari hökmdarı. Eyni zamanda Həsən padşah. Bu nə idi? Ağqoyunlu hökmdar. Sonra Şəki xanı var idi, Məhəmməd Həsən xan. O da qanunnamə vermişdi. Yaxşı, bu Uzun Həsənin qanunnamə hazırlatmaqda məqsədi nə idi? Heç nə, dövləti siyasi iqtisadi cəhətdən gücləndirmək istəyirdi. Bir də vergidə bu vergi toplanmasını nizamlamaq istəyirdi. Nədir? Bəli, deyir vergilərin miqdarı qismən azaldıldı və vergi yığılmasında qayda qanun yaradıldı. Hətta malcəhət vergisi 5/1 qədər alınırdı da məhsulun. Onu yendirdi, elədi 6/1 qədər. Bəli, bax məsələn sual düşə bilər ki, 1-ci Məlikşahla Həsən padşahın oxşar xüsusiyyəti nədir? Deyir ki, vergiləri, rüsumları azaltması Məlikşahla Həsən padşah üçün oxşar xüsusiyyətdir. Yaxşı, burada yazmışıq ki, xristianlarla münasibət. Bəli, bunlar düzdür ki, müsəlman olmaqlarına baxmayaraq, çünki biz nə dedik? Dedik ki, Həsən padşahın özüdür, eyni zamanda Qara Yusifdir. Bunlar nə etmişdi? Quranı türk dilinə tərcümə eləmişdi. Hətta Həsən padşahın Quranı türk dilinə tərcümə etdiyinin bir nüsxəsi İmam Rıza əleyhissalamın muzeyində saxlanılır Məşhəd şəhərində. Bundan başqa biz deyirik ki, bunların xristianlara münasibəti necədir? Xristianları bunlar incitmirdilər. Yəni şəriət qaydalarına uyğun davranırdılar bunlar. İmtiyazlara, məsələn, xristian əhali müəyyən imtiyazlara malik idi. Deyirik ki, Gürcü və erməni ruhani təbəqələri tamamilə vergilərdən azad idi. Hətta kilsə və monastır əmlakının vergi toxunulmazlığı hüququ var idi bunların dövründə. Amma Cahanşahın dövründə belə bir səhv addım deyək də atır. Nə baş verdi? Ermənilər deyir şeydən qovanda, Sis şəhərindən qovanda gətdi onları 3 mərcində, yəni İrəvan ərazisinə, bax bu ərazilərdə gətirib məskunlaşdırdı. Ondan sonra 1441-ci ildə Cahanşah onları ora gətirəndən sonra onlar yavaş-yavaş gəldilər həmin ordu Alban memarlığına aid olan tarixi abidələri öz adlarına dəyişdirməyə başladı həmin ermənilər. Yaxşı, 15-ci əsr memarlıq abidələri hansılar deyə bilər? Məsələn, Təbrizdə Göy məscid vardı. 1465-ci ildə inşa olunmuşdu. Eyni zamanda Təbrizdə Həsən padşahın məscidi var idi. Daha sonra Təbrizdə Həş-Behiş saray kompleksi var ki, 1483-cü ilə aid idi. Və Qeysəriyyə bazar var. Məşhur Həsən padşah tərəfindən tikilmişdi. Təbrizdə üstüörtülü bazar idi. Şərqin ən böyük üstüörtülü bazarlarından biri olmuşdu. Bundan başqa Bakıda bugünkü gündə mövcuddur. Şirvanşahlar saray kompleksi var. Divanxana var ki, o da 15-ci əsr Azərbaycan memarlıq abidələrinə məxsusdur. Yəqin ki, bura qədər məsələ aydın oldu.